Martın 10-u 2026-cı il. Arxa planda gördüyünüz Respublika İncəsənət Gimnaziyası. Bəli, həmən o Respublika İncəsənət Gimnaziyası, hansının ki inzibati binasının təmiri artıq 1-ci il dövrdə gedir. Eşidirsiniz, burada yanında olan Milli Konservatoriyada, orada bu dəqiqə dumbul çalırlar da. Sesini eşidirsiniz. Mən eşidirəm, özü yaxşı eşidirəm. Amma bax bu İncəsənət Gimnaziyasında bu dəqiqə saat 11-dir. İş günü, ikinci gün, Martın 10-u. Heç bir iş getmir. Yəni, belə deyək də, yalanbaşı biraz burada işləyirlər, sonra təzədən çıxıb gedirlər. Yalanbaşı işləyirlər, təzədən çıxıb gedirlər. İndi bu dağa, Martın 10-u nə üçünsə iş günü ümumiyyətlə orada heç bir iş getmir. İndi yaxından çəkərəm sizə. Baxın, bomboş həyət, heç bir ses zad gəlmir. Yəni ses gəlsəydi, heç olmasa o dumbul çalan kimi buradan neysə bir iş sesi gələrdi də. Heç kəs yoxdur. İnsi, cinsi yoxdur. Stroy materiallar var, belə tökülüb, iş ama getmir. Baxın, bax bu rakursdandır, sürücü çəkim. Bax bu bunun pəncərələri. Bax görürsünüz. Bir dənə adam yox. Yəni iş günü, amma bir dənə adam burada işləmir. Nazirliyində bir hansısa bir şöbə var. Mənim eşitdiyimə görə o tenderlara görə həmin o şöbə cavabdeydir və orada da mənim bildiyimə görə hələ qohum qardaşdır hamısı işləyən. Girin internetdə araşdırın. 2020-ci ildən 25-ci ilə qədər ancaq dövlət tərəfdən, Maliyyə Nazirliyindən ölkəmizdəki olan məktəbləri üçün 250 milyon pul ayrılıb sırf təmir işləri üçün. Onu demək istədiyim, ölkəmizdə cəmi 4334 dövlət məktəbləri var. Hələ mən danışmıram digər, yəni fondlar vasitəsilə ayrılan pullardan, digər və s. Fakt ama budur ki, yəni bu pullar səmərəli mi xərclənilir? Yəni düzgün olan bir istiqamətdə xərclənilir ya yox? Bu çox böyük sual altındadır. Artıq mənim bildiyimə görə 2 ildən çoxdur. Bəlkə də bir 3 ildir, bax həmən bu məktəb təmirdədir. Hələ də bu təmirin heç demək olar ki, yarısına gəlib çıxmayıblar. Neysə, əgər fikirləriniz var bu İncəsənət məktəbi, İncəsənət Gimnaziyası ilə bağlı, buyurun yazın komentari bölməsində. Bu qədər qəlbdən qəlbə.